240 manatdan 50 manata. 240 manatlıq telefon 50 manat, özü də 128 yaddaşdır, baxın. Bax, 128 yaddaş. Qiymətlərə baxın, 240 manatdan 50 manata. 50 manata cəmaat gedib o knopkasız telefonları qardaş. Görürsünüz. 50 manat, buyur. Bax, bu modelin qiyməti 50 manat hal-hazırda. Notebook da var, notebook da var. Bu 1200 manatdan 729 manata düşübdür. 800 manatdan 400 manata düşənləri var. 230 manatdan 120 manata düşəni var. Notebook, bax, hər qiyməti var. Bu nədir? Bu telefonun qiyməti 130 manatdan 30 manata. Bax, qiymətə 130 manatdan 30 manata, görürsünüz mü? 50 manatdan nağd satışdır. Bəli, bəli, nağd qarşısında 50 manatı ver yapar. Amma onu da deyim ki, həmin o 50 manatı aylara da bölə bilərsən. Deyilən ki, pulum yoxdur, bölün 18 aya. Ayda gətir 1 manat verərsən. Bundan artıq nə qəşəng kompaniyası siz. Xiaomi 256 yaddaş 1400 manatdan düşüb 640 manata. Görün nə boydadır. Çox qəşəng şeylər var, çox qəşəng şeylər var. Burada notebook vardı, bir 200 manata düşən hamı. Bax, HP var qəşəng, qiyməti də 229 manata. Görürsünüz. 20 manata soslar gəldi. Bax, tezdən gəlmişəm, valla ki, cəmaat gəlməmiş çünki saat 10-da açılır bura. Dedim, tezdən gəlim, çəkim, paylaşım, sonra adam gələndə cəmaat çəkəmir. Bunların qiymətləri hanı? Hani bunların qiymətləri göstərir sizə görə. Baxın, 800 manatlıq var, düşüb 260 manata. Mal qutardıqca, yəni yenə deyirəm, mal qutardıqca bura hər gün mal gəlir. Gün orta, axşam, cəmaat azalanda mütəmadi digər filiallarda mallar gəlir. 1200 manatdan 350 manata. 20 manatlıq nətər aparırlar, bu nədir? Elektron, bu özü gəzən tefallar. Qiyməti baxın. Tefal qiyməti 1300 manatdan 590 manata və yenə deyirəm, bu 590 manatı aylara bölə bilərsiniz. Aylara bölmə imkanınız var. Bölün, aylara verin, yəni problem deyil. O dərəcədə gözəl kampaniyadır Baku Electronics. 220 manatdan 130 manata. Nə bilmən, nə qiymətləri qoydular bunda, balı çatmır mənə. Baku Electronics'in Bakıxanov filialıdır. Kampaniya yalnız Bakıxanov filialı. Bax, gecədə bax, görürsünüz, hələ indi xidmətçilər təmizləyir. Səhər tezdən gəlmişik, saat 10-da açılır, hələ onun yarısıdır saat. Dünən burada millət olub. Ucuz telefon bir də göstərir, bax, göstərim. 240 manatdan 50 manata, bax. 240 manatlıq telefon düşüb 50 manata. 50 manata telefon. Qardaş, özdə yaddaşa baxın. 128 yaddaşıdır. 128, təsəvvür edirsiniz. 240 manatdan 50 manata. Bax, bunun qiymətidir, 50 manatdır. Kim səhər tezdən gəldi, aldı. Qismət. Bu, mənim imkanım olsa bunu özüm alaram. Posta da 3 dənə telefonu var, 4-cü ehtiyacı yoxdur. Qiyməti də 240 manatdan 50 manatdır. Bax, bunun qiyməti hal-hazırda 50 manatdır uşaqlar, 50 manatı telefon. O sonra paylaşıram səhifədə, deyirsiniz ki, yalandır, falandır, görürsünüz. Bax, real mağazanın içindən çəkirəm, görürsünüz. Çünki cəmaat tezlərindən gəlir, alır, aparır. Bəziləri var, deyək, axşam saat 6-da gedərik, axşam sərinə gedərik. Axşam 6-da gələndə heç nə qalmır, burada başlayır ki, getdik, gördük, mağaza boşdur. Buyur, 800 manatlıq var, düşüb 400 manata. 230 manatlıq var, düşübdür 120 manata. 1950 manatlıq var, düşüb 1400 manata. 400 manatlıq telefonlar var, hansı ki, düşüb 220 manata. 300 manatlıq düşüb 150 manata, tən yarı qiymətinə. 320 manatlıq 180 manata, 710 manatlıq düşüb 360 manata. Özdə 512 yaddaş, buna baxın, 512 yaddaş qiyməti 370 manat. Əziz dostlarım, heç nə sizdən tələb edəmədik, bir dənə xahiş edirəm, hər kəs videoları bir dənə belə bəyənin və sonuncu paylaşım videoları keçib baxa bilərsiniz, orada ətraflı məlumatlar var. Kondisionerlər gəlibdir, kondisionerlər var, 2 minutkalar var, mikrovalnovkalar var, 1000 manatdan 600 manata, qardaş. Dünən burada çox idarə stollar daşıyıblar çox güman ki. Çünki dünən mən günorta getdim, dedilər ki, dünən günortadan sonra buraya millət olub, millət. Sonra 1600 manatdan 1000 manata, 1200 manatdan 709 manata, 1200 manatdan 789 manata. O günlərim vardı burada 300 manata kondisioner. Yandım, töküldüm, alamadım. Niyə alamadım? Çünki içəri girən ki, müştəri götürdü da mən də heç nə deyəmədim. Baku Electronics'in yalnız Bakıxanov filialında bu kampaniya keçərdi uşaqlar. Bax, diqqətlə qulaq asın, yalnız və yalnız Bakıxanov filialında. Bakıxanovda 2 dənə Baku Electronics var. Yalnız Bakıxanov Mall ilə üzbözdə yerləşən Baku Electronics'də. Notebook'u göstər, bax, 229 manat ən ucuzudur, görürsünüz. Ən ucuz notebook 229 manatdır.
Kompüter göstərdim. Bax gördünüz 229 manata kompüter. Dünən PlayStation paylaşmışam da, bilmirəm satıldı, satılmadı. O PlayStation aparmadılar. Almayıblar. Hələ qalıb. Apardılar. Hə, apardılar deyir. Bahalı PlayStation-də düşmüşdü 800 manata, 800 neçə manata. 660 manatdan 300 manata görürsüz. Bu da bunun qiyməti görürsüz. 660 manatdan 300 manata. Sonra və yaxud da ki, burada var 1400 manatdan 600 manata düşəni var, 1500 manatdan 750 manata düşəni var, 1300 manatdan 690 manata düşəni var, 1000 manatdan 650 manata düşəni var, 920 manatdan 600 manata düşəni var, 2100 manatdan 1400 manata düşəni var. Hər qiymətə var. O gün bir xalq yapıb ki, hanı siz demişsiniz ki, burada bütün kompüterlər 20 manatdır. Mən xanım, mən harda ofis sözü demişəm ki, bütün kompüterlər 20 manatdır. 800 manatdan 260 manata. Robot tostlarlar var, bax, hörmətli izləyicimiz, bax, robot tostların hər qiyməti var, bax. Robot tostlarını görürsünüz, burada var. Bunun qiyməti harada idealda. 300 manatdan 160 manata düşən sadələr var. Sonra robot tostların o tərəfdən keçimi göstərim qiymətini sizə. Çoxdur, çeşidlər çoxdur, ütülər, hər qiymətli ütülər var, bahalı ütülər var, ucuzlu ütülər var, bax. Bax. 210 manatdan 80 manata, fikir verin qiymətə. 520 manatdan 160 manata. 1350 manat etdi. 1350 manatdan 870 manata. Vallahi burada bax, özü gəzən robot, özü süpürən, hanım bu robotun qiyməti bir də göstərir. İnanmayanlar bir də baxsın. O gün var idi 3500 manatdan 349 manat 90 qəpik düşmüşdü. Ən bahalısı var idi 3500 manatlıq. 1300 manatdan 590 manata deyək də. 1300 manatdan 590 manata. Hətta yenə deyirəm, kredit də var. Hansı ki, bax bu 590 manat qiymət var ha. Bunu aylara bölə bilirsiniz. Yəni bu demək deyil ki, endirim olanda elə sizə baha qiymətdə bunu verəcəklər. Xeyr, bu qiyməti 590 manatı aylara bölə bilərsiniz. Bax, indi yuxarıda mənə mesaj gəldi ki, adres hardadır, kimsə yazıb. Əziz dostlarımız, adresi videonun üstünə yazmışıq da. Bax, video bu boyda canlı yayım açmışam və canlı yayım üstündə yazmışam ünvan. Bakıxanov Mall ilə üzbəüz. Bax, buraya yazmışam ünvanı. 700 manatdan 209 manata qiymətə fikir verin. 709 manatdan 209 manata. Baku Electronics uşaqlar. Baku Electronics'in Bakıxanov filialı. Burada qab-qacaqlar da var. Baxın, Space malları var. Hansı ki 360 manatdan 150 manata düşəni var. 400 manatdan 150 manata düşəni var. 400 manatdan 200 manata düşəni var. 12 manat 90 qəpik və hamısı bütün bunlara 45% endirim var və yaxud da ki burada var 55 manatdan 30 manata düşəni var. Çeşid çoxdur. Televizorları göstərir, baş üstə gedək televizorları göstərir. Sizə səbir olun uşaqlar, hamısını göstərəcəm. Bacardığım qədər çalışacağım, hər şeyi göstərim sizə və yenə deyirəm, mal dünənkinə baxan nisbətən azdır, amma var. Və mallar digər anbarlardan gəlir. Yoxsa azaldıqca mal gəlir. Çünki yeri balaca olduğuna görə mal çatıra bilmirlər. 1480 manatdan 689 manata bişirmə paneli. Baku Electronics'in Bakıxanov filialı mağaza Bakıxanov Mall ilə üzbözdə yerləşir. Stansiya Razində. Stansiya Razin uşaqlar. Stansiya Razin soyuducular. Allah 1600 manatlı soyuducu qoyular 950 manata. Yəni outlet deyəndə bəziləri pis şey fikir ki, ay deyirlər bu outletdir, xarab maldır. Xarab deyirlər bax. Burada nə defekt var? Bax göstərim sizə. Bax bir dənə balaca nöqtə var. Fikirirsiniz? Bax bu nöqtəyə görə indi sən də pul verib 2000-lik xaldini alsan, sən istəyirsən bu nöqtə olsun. Yox, təbii ki, düzdürmü? Ona görə də bunu müştəri almadığına görə gətirib qoyurlar outletə. Görürsüz bax. Bir dənə bu nöqtəyə görə balaca bir şey heç görsənmir uzaqdan. Bax fikirirsiniz? Yaxından göstərim. Bax bir dənə bu defektə görə balaca bir nöqtəyə görə qoyurlar ucuz qiymətə. Çünki outlet məhsul sayılır artıq o. Və yaxud da ki bu ayağını görürsüz, harası deyib bir balaca cızıq gedib. Çox qəşəng şeylər var, çox qəşəng şeylər var. Televizorları göstər, baş üstə. Telefonları göstərə bilərsiniz, baş üstə. Bax. Görürsüz? Balaca bir yer deyib, cüzi. Bunun da üstünə bir dənə oyuncaq, maqnit oyuncaqlar satılır. Ondan yapışırsan, sonra qalır orada da. Qiyməti Allah 1900 manatdan 1000 manata satıblar. Baku Electronics'in Bakıxanov filialıdır. Mağaza Bakıxanovda Bakıxanov Mall ilə üzbözdə yerləşir. 1000 manata televizorlar var düşüb 620 manata, 3000 manatlıq var düşüb 2000 manata. Nə bilim orada mən göstərim bir dənə hansı oydu. Bax. Satılıb yazıyorsunuz. Bunu dünən gəlib gecə müştəri alıb aparıb. Bugün aparıb müştəri ünvana və görəcəklər. Yazıb satılıb. Qiyməti də ki 1070 manatdan 510 manata düşüb. Baku Electronics'in Bakıxanov filialı uşaqlar. Hər kəs 2 dəfə ekranımızı bəyənsə nə olar ki? 189 manatdan 110 manata. Telefonları göstər, telefonlar. Hamı telefon istəyir. Vallahi telefon nə məsələdir bilmirəm. Bu nədir belə? Media. Bunun burada nə işi var ya? Ət çəkənlər vardı dünənlərim 40 manat. İndi görüm gəlsinlər uşaqlar. Heç kəs gəlmir. Mən tezənə gəlmişəm. İndi uşaqlar da gəlsinlər. Görək nəyin neticədə göstərəcəklər. Mən də burada sizə göstərim bəzi şeylər. Bax, telefonlar hər qiymətdə var. Bax. 1100 manatdan 690 manata düşəni var. Görürsünüz qiyməti 690 manata.
1200 manatdan 700 manata düşəni var. 1200 manatdan 600 manata düşəni var. Burada bax, ucuzunu da göstərim. Ən ucuzdan başlayaq. 240 manatdan 50 manata düşəni var. Görürsünüz. Özdə 128 yaddaşdır. 240 manatdan 50 manata. Kondisionerlər də var. Bunun qiyməti 50 manatdır. Bahalılar da var. Bax, nədir bu? Motorola var. 512, 2600 manatdan 1600 manata. 1000 manata indirimi var. Yəni indirim bildiyin 5 manat 10 manat deyil də. Və yaxud da ki, budur. 710 manatdan 370 manata. Haradır yazmışam da, videonu yazmışam da haradır. Bir dənə baxın da bura. Gedib çıxırlar Nərimanova. Dünən mənə yazıb ki, mən Nərimanova gəlmişəm, burada deyirlər ki, indirim yoxdur, necə maddə alabilirsiniz. Mən Nərimanov demişəm sənə, bax da videoda, qardaş.